Obyekt yönümlü proqramlaşdırma dərsimizin 4-cü hissəsinə keçirik. Bu hissədə biz encapsulation barəsində danışacağıq. OOP-nin 4 prinsipindən biridir encapsulation. Encapsulation nədir? Nə üçün istifadə olunur? Gəlin bu barədə danışaq öncə. Düşünün ki, bizim məlumatlarımız hər kəsə açılır və istənilən birisi gəlib onları əldə edə, dəyişdirə bilər. Biz bunun qarşısını almaq üçün fieldlərimizi private qoyuruq. Yəni onları qapalı bir şəklə salırıq ki, digər bir tərəfdən kimsə buna əlçatanlıq edə bilməsin, onları dəyişdirə bilməsin, bizim proqramımıza zərər dəyməsin. Bəs biz bunu private ediriksə, lazım olan yerlərdə necə istifadə edəcəyik? Bunun üçün də get və set metodları vardır. Get metodları bizim datalarımızı əldə etmək üçün istifadə olunur. Set isə dəyişkənə müəyyən bir value vermək üçün istifadə olunur. Gəlin istəyirsinizsə baxaq bunlara necə yazılır, necə olur. İkincə bu relatedları silək. Problem yaratmasın bizə. Hər şey qaydasında. Gəlin, neyinək? Biz dedik ki, öz fieldlarımızın dəyərlərini qoruyub saxlamaq üçün onları neyinirik? Private edirik. Public eləsək, düşünün ki, balansınız belə deyək, kimsə gəlir, sizin balansınızı mənfi eləyir, sıfır eləyir. Bunun olmaması üçün biz nə etməliyik? Onları qorumalıyıq. Burada neyinək? Hər birinin qarşısında private yazaq. Private yazaq. Biz neylədik? Artıq fieldlərimizi private elədik. Biz bunu private elədik, dedik ki, əlçatanlıq üçün get-set metodları istifadə edəcəyik. Biz həmin metodlar vasitəsilə lazım olan yerdə ya məlumatlarımıza dəyər verəcəyik, fieldlara dəyər verəcəyik, ya da həmin dəyərləri oxuyacaq. Gəlin, indi burada get-set metodlarını yaradaq. Bunun üçün gəlirik, sağ klik edirik, generate edirik. Getter and setter deyirik. Burada fieldlərimizi seçirik ki, hansılarının belə deyək, getter setterlar olsun. Yaratdıq və burada görürsünüzsə metodlarımız yarandı bizim. Burada artıq get metodlarımız, get name, set name, get surname, set surname, set password, get password. Yəni burada bütün fieldlərimizin get və set metodlarını yaratdıq. Gəlin, indi main-də biz bunu neyinəyək? İstifadə eləyək. Götürək. Neynədik? Bir dənə user obyekti yaratdıq. Ona müəyyən dəyərlər verdik. Gəlin, indi biz onun normalda private olmasa, mən deyəlim ki, balansı dəyişdirmək istəyirəm. User nöqtə yazardım. Balans yazardım. Gəlin, istəyirsinizsə balansı private eləməyək. Ümumi olaraq göstərək, sonra onu private eləyərik. Balans bərabərdir. Mənfi 45. Sistema print user nöqtə balans yazsa. Biz bunu printə versək. Görürük ki, balansımız mənfi 35 oldu. Bunun qarşısını almaq üçün biz nə edəcəyik? Getter setterlardan istifadə edəcəyik. Bir zərərli şeylər istifadə olunmasın deyə. Gələk bura private'ımızı yazaq. Artıq görürsə error verir. Artıq biz bunu eləyə bilmirik. Görə private elədik. Bəs indi biz bunu necə eləyəcəyik? İlk öncə deyəlim ki, bir dəyər vermək istəyirik, dəyişmək istəyirik. User nöqtə set deyəcəyik.
Məsələn, set name deyək. Name'ə qoyaq başqa bir ad. Məsələn, Ülvi. Gələk software user nöqtə. Baxın, name yaza bilmirəm. Name yazsam gəlməyəcək. Əldə etmək üçün nə deməliyəm? Get name deyəcəm. İşə salacam. Baxın, name'imiz Ülvi çıxdı. Gəlsək burada bəs deyəcək ki, konstruktorları nətər istifadə edirik? Baxın, konstruktorlara fikir versiniz. Konstruktoru da deyim, üzr istəyirəm. Get və set metodlarına fikir versiniz. Bunlar publicdir. Fieldslər private'dır. Metodlarsa publicdir. Onlar public olduğu üçün biz digər klasslardan onu çağırıb istifadə edə bilirik. Gəlin indi bunu biraz kompleksləşdirək. Balans hissəsinə baxaq. Get balans olduğu kimi qalsın. Set balansda gəlin belə bir şey yoxdur. Əgər bizə balans mənfi gəlsə, burada bir yoxlama eləyək, checking eləyək ki, bizim proqramımızda xəta olmasın. Baxın, burada belə bir şey. Gəlsək bura. Main klasına. User nöqtə set balans desək. Normalda biz bayaqları baxdıq ki, mənfi dəyər verəndə nə olurdu? Həmin mənfi dəyər gedir. Bu da bizim kodumuzun bir açığı idi. Proqramımızın bir açığı idi. Problemli bir hissə idi. Artıq biz onu set metodunda yoxladığımız üçün baxın 0 verəcək bizə. Gəlsək amma normal bura bir dəyər versək, mənfisini silək 35 verək. Balansımız olacaq 35. Yəni biz encapsulation'da nə etdik? Məlumatları kapsulladıq. Belə bir nəzərə yetirək, vizuallaşdıraq beynimizdə. Məlumatları kapsulladıq, onları kənar pis insanlardanmı deyək, hakerlərdənmi deyək. Yəni mənfi təsirlərdən qoruduq, onu kapsulladıq və göndərdik. Get metodu ilə göndərdik müəyyən birisinə, o açdı, istifadə elədi. Setlə də nə edirik? Dəyər veririk. Encapsulation dərsimiz bu qədər. Növbəti dərslərdə görüşmək ümidi.